Övraq-ı Nəfisə Azərbaycan mətbuatı tarixində ədəbiyyat və incəsənət məsələlərinə həsr edilən ilk dövrü mətbuat orqanı olub. 1919-cu ildə Bakıda işıq üzü görmüş jurnalın tam mətni ərəb qrafikalı əlifbadan latın qrafikalı müasir Azərbaycan əlifbasına köçürülərək qeyd və şərhlərlə hazırlanıb. Nəfis səhifələr mənasını verən Övraq-ı Nəfisənin naşiri Zülfüqar Hacıbəyli, redaktoru Əl-Abbas Müznib, jurnalda əks olunan çoxsaylı rəsmlərin müəllifi isə görkəmli rəssam Əzimzadə olub. İncəsənətin ən zəngin səhifələrini özündə cəmləşdirən Övraq-ı Nəfisə, milli mətbuatımızın 150 illik yubileyi münasibəti ilə Ədibin Evi Ədəbiyyata Dəstək Fondu tərəfindən yenidən gündəmə gətirilib. Baş redaktoru Zülfüqar Hacıbəyev idi, bizim dahi bəstəkarımız Üzeyir Hacıbəyevin qardaşı. Azərbaycan incəsənəti haqqında, Azərbaycan mədəniyyəti haqqında, yəni o jurnalda çox gözəl məqalələr dərc olundu. Yəni o çox böyük xidmət göstərdi. O zaman məhz mədəniyyətimizin inkişafına, yəni müstəqilliyimizin təsdiq olunmasına, təbii ki, sonraki dövrlərdə bütün bu nəşrlər unuduldu və nə yaxşı ki, artıq müstəqilliyimizin yeni dövründə biz bunların hamısını üzə çıxardıb, yəni ortaya qoyuruq. Toplu Ada Universitetinin təşəbbüs və dəstəyi sayəsində nəfis bir tərtibatla nəşr edilib. Bu münasibətlə Azərbaycan Milli Konservatoriyasında təqdimat mərasimi keçirildi. Çıxış edənlər bildirdilər ki, transliterasiya üçün jurnalın Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən nüsxələrindən istifadə olunub. Nəşrin işıq üzü görməsində əsas məqsəd oxucuya zəngin Azərbaycan mədəniyyətinə 20-ci əsrin əvvəli mənzərəsinə baxış təqdim etməkdir. Bədii hissə ilə davam edən tədbirdə Milli Konservatoriyanın Miras adlı qədim musiqi alətləri ansamblının ifasında müxtəlif kompozisiyalar təqdim olundu. Xanım Paşazadə, Novruz Kazımov, Sevgi Əlizadə, Xavər Zahirova, Mədəniyyət xəbərləri.